Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Biz Həzrət Əli əleyhissalamın xutbəsini müzakirə edirdik, gənclərə məktub və bugün də İmam Sadiq əleyhissalamın şəhadət günləridir. Elə eynən İmam Sadiq əleyhissalamın həyatına uyğun olaraq Həzrət Əli əleyhissalamın o cümləsinə, ifadəsinə çatmışıq ki, gəlir Həzrət Əli əleyhissalam mübarək məktubda buyurur ki, Allah yolunda elə cihad et ki, Allah yolunda elə döyüş ki, o cihadın haqqını ödəyən olasan. Bir daha xatırladım ki, Həzrət Əli əleyhissalam bunu gənclərə deyir. Yəni bir atanın, belə deyək, sevgisindən, evladlarına olan sevgisindən doğur bu nəsihət və evladlarına sanki nəsihət edir. Və bu cümləni müəyyən qədər keçən ikinci gündə müzakirə eləmişdik. Allahın yolunda elə cihad et ki, cihadın haqqını ödəyəsən. Burada qısa müqəddimə qurum və keçid alım o biri cümləyə. Qısa müqəddimə bundan ibarətdir ki, insan adətən cihad düşünəndə, mübarizə düşünəndə və yaxud da müharibə düşünəndə fikirləşir ki, mən ixlasla döyüşüm, yəni mən canımı qurban verə bilim. Bu incə bir nöqtədir, diqqət etməyinizi xahiş edirəm xüsusi olaraq. İncə nöqtədir. İnsan adətən Allah yolunda döyüş, yəni Allah yolunda canını qurban verməyi bacar. Hamımızın düşüncəsində, zehnində əsas, belə deyək də, formalaşan məsələ budur. Yəni Allah yolunda canını qurban verməyi bacar. Amma Allah yolunda döyüş və o döyüşün haqqını əda edərək döyüş, təkcə canını qurban ver deyil. Və canı qurban vermək çətinliyi deyil burada. Allah yolunda cihadın haqqını əda edərək döyüş budur ki, misal olaraq Həzrət Əli əleyhissalam Əbdəbidlə döyüşür. Əbdəbid Həzrət Əli əleyhissalama qarşı təhqir edici bir addım atır. Həzrət Əli əleyhissalam həmin anda Əbdəbidi öldürməkdən çəkilir. Və əlindədir, yəni öldürə bilərdi, amma öldürməkdən çəkinir. Sual verəndə Həzrət Əli əleyhissalama ki, öldürə bilərdin, həmin anda niyə görə öldürmədin? Həzrət Əli əleyhissalam cavabında buyurur ki, orada şəxsi, belə deyək, şəxsiyyətimə də toxunacaq bir hərəkət etdi. Orada öldürsəydim, Allah yolunda cihad hesab olunmazdı bu. Və özümü də ora qatmış olardım. Ona görə də mən o şəxsi qəzəbimi, ona olan şəxsi qəzəbimi çevirdim ilahi qəzəbə, ilahi qəzəbin nəticəsində Əbdəbidi öldürdüm. Deməli, Allah yolunda cihad et və cihadın haqqını ödəyərək təkcə can vermək deyil. Ona görə də hamı şəhid kimi dəfn olmaq istəyir, amma şəhid kimi yaşamaq istəmir. Çünki şəhidin dəfn mərasimi, şəhidin dünyadan köçmə mərasimi, şəhidin axirət mükafatı hamının xoşuna gəlir. Hamı üçün şəhidin axirət mükafatı dolu burada gəldi çatdı. Siz götürdünüz ha, şəhərdən burada yox idi. Hamının, belə deyək, şəhidə veriləcəyi mükafata həvəsi var, hər birimizin. Amma şəhidin həyat tərzinin qarşısında ona bu mükafat verilir. Allah yolunda cihad et və cihadın haqqını ödəyərək cihad et. Bunun mənası budur ki, təkcə canını Allah yoluna hazırlama. O cihad prosesində insan qəzəbli olur. Misal olaraq, bir yazıların birində gördüm ki, hərbiçiləri diplomatik məsələlərə qarışmağa icazə vermirlər. Deyirlər, siz diplomatik məsələlərə qarışmayın, siz misal üçün müzakirə məsələlərinə qarışmayın. Niyə görə? Çünki hərbiçilər, bütün ömrünü hərbiyə həsr eləmiş insan diplomatik məsələlərdə tələsə bilər və sərt ola bilər, müzakirədə sərt ola bilər, düzgün addım atanmaz. Çünki bu hərbiçidir. Bunda vur qabağı qarşığı təmizdə.
Bunda belədir. Amma Allah yolunda cihad eləməyin mənası budur ki, sən cihad eləyərkən ilahi hədləri gözləyərək cihad eləməlisən. Təkcə məsələ vurub yıxmaq və yaxud da vurulub yıxılmaq deyil məsələ. Allah yolunda cihadın haqqını ödəyərək cihad elə. Həzrət Əli əleyhissalam döyüşəndə hər birimiz bilirik, Həzrət Əli əleyhissalam döyüşür. Döyüşdə hamıdan az insan öldürür. Digər mücahidlərin öldürdüyü insanlardan az insan öldürür. Çünki Allah yolunda cihadı haqqını ödəyərək yeganə döyüşən əsas birinci adam Həzrət Əli əleyhissalamdır. Ona görə az insan öldürür. İzah eləyə bilirəm. Çünki digər insanlar mübarizə eləyəndə, bu mübarizəyə qoşulanda, prosesin içinə girəndə artıq qəzəb, bu çox çətin məsələdir. Allah yolunda döyüşürsən, İşidə bilirsin mən əsas. Allah yolunda döyüşürsən, Allahın haqqını müdafiə edirsən, Allaha görə ayağa durmuşsan. İndi burada Allah qəzəbini, öz qəzəbi Allah qəzəbindən önə sala bilməmək cihadın ən üstün tərəfidir. Bu olduqca mühüm məsələdir. Allahın qəzəbini öz qəzəbindən önə salmayasan. Bəzi insan prosesin içinə girdikdən sonra ya filmlərdə görmüsünüz, ya tarixə baxsaq görürük. Mən bu nöqtəni tutmağa çalışmışam həmişə orada. Görürsən, hər hansı bir müharibədə döyüşür. Amma döyüşdə bütün əskərlər şəhid olur. İndi müəyyən qədər əskərlərdən şəhid olur. Gəlir burada ona yaxın olan və eyni zamanda əskərdir. Ona yaxın olan adam şəhid olanda daha çox mücahidliyi göstərir. İzah eləyə bilirəm. Deməli, burada şəxsi zövq və şəxsi simpatiya Allah yolunda döyüşməyi istiqamətini dəyişdi, artıq biraz yönəltdin özünə tərəf. Sənə yaxın olan, bu günə qədər misal olaraq, nə bilim, 1000 nəfər, 500 nəfər, 4 nəfər, 10 nəfər şəhid ediblər. Amma sənin yaxınını şəhid eləyəndə daha belə həvəsli durdun ayağa. Əgər Allah yolunda idisə, Allah yolunda öldürülən hər bir kəs sənin əzizin olmalıdır. İzah eləyə bilirəm. Bax, görürsünüz, Allah yolunda döyüş və bu döyüşün haqqını ödəyərək döyüş təkcə can qurban vermək deyil. Can qurban vermək rahatdır. Üzr istəyirəm, canı vermək rahat. Onda belə olduğu halda intihar eləyənlə meydanda ölənin heç bir fərqi olmazdı qiymət cəhətdən. O da canını verir ki, rahatlığa qovuşsun, çətinliklərin əlindən qaçır. Bu da canını qurban verir ki, rahatlığa qovuşsun, ilahi mükafata çatsın və bu sıxıntılı dünyadan xilas olur. Onda fərqi olmazdı. Bununla onun fərqi budur ki, müəyyən fərqləri var, amma əsas fərqlərindən biri də budur ki, bu Allah yolunda döyüşən, hətta orada ən diqqətli məqam budur ki, qəzəbini də qoruyur ki, Allahın qəzəbindən önə keçməsin. Allah yolunda döyüş və döyüşün haqqını ödəyərək, cihadın haqqını ödəyərək. Məsələ budur ki, indi burada biz keçən müzakirəmizdə misal vurmuşduq İmam Sadiq əleyhissalamın elmi cihadını, İmam Musa Kazım əleyhissalamın həyatından və digər imamların həyatından. Burada da işarə eləmək istəyirəm ki, yenə müəyyən qədər ona işarə eləmək istəyirəm ki, ümumiyyətlə Allah yolunda cihad edin, mənası bu deyil, təkcə döyüşməyi öyrənin. Təkcə döyüşməyi öyrənin və eyni zamanda bir istiqamətdə döyüşməyi öyrənin. Bu cümləmə diqqət edin və bugün görürsən müharibədə şəhid olanlara qibtə edirik ki, vətən uğrunda getdilər, canlarını qurban verdilər və şəhid oldular. Doğrudan da qibtə olunmalı məqamdır. Biz qaldıq onlardan geri. Amma bugün vətən uğrunda o qədər mücadilə edilməli məsələlər var ki, onlara heç kim maraq göstərmir. Çünki niyə görə? İnsanı burada hissləri, duyğuları aldada bilir. Niyə görə onlara kimsə maraq göstərmir? Çünki onların nəticəsində insanın abrı, həyası da gedə bilir. Amma müharibə vaxtı döyüşənlərin abrıları, həyaları getmədi. Əksinə daha da üstünə gəldi. Və qazanmaq hər növ, hər vasitə ilə qazanmağı tutan insanlar, hər vasitə ilə ancaq qazancı düşünən insanlar Allah yolunda döyüşsələr, onlar cihadın haqqını ödəyə bilməyəcəklər. Çünki qazanmağı önə salıblar. Hər nə olursa olsun, mən qazanım məsələsidir.
Aydın oldu. Bu olduqca mühüm nöqtədir. İndi yaxşı, vətən uğrunda döyüş prosesləri, vətən uğrunda döyüş məsələləri dayanıb, dahi vətən uğrunda qurban vermək anlayışı yoxdur. Çox təəssüf ki, Allah müsəlmanlar üçün ildə bir dəfə qurbanlıq təyin etdi və bu qurbanlığı bütün həyatını Allaha qurban verən İbrahim Peyğəmbərin əli ilə təyin etdi. Yaxşı, düzdür bir gündür. Amma bu qurbanlığı kimin əli ilə təyin edib? Bütün həyatını İbrahim Peyğəmbər, bütün həyatını Allaha qurban verənin əli ilə təyin edib. İbrahim Peyğəmbər nə buyurur? İnnə nusiki və məhyaya və məmati lillahi Rabbil aləmin. İbrahim Peyğəmbərin əli ilə ona görə təyin edib. Düzdür, gün bir gündür. Amma İbrahim Peyğəmbərin əli ilə təyin edir bu günü ki, sən bir gün qurban verməyə, sən qurban kəsənin həyatı kimi həyat yaşayasan görə ki, sən qurban kəsən hesab olunasan. İzah edə bilərəm. Çünki o buyurur, İnnə nusiki və səlati, həqiqətən mənim qurbanlığım və namazım, yaşayışım və ölümüm aləmlərin Rəbbi olan Allaha məxsusdur. Gördünüz, burada artıq İbrahim Peyğəmbərin bu qurbanlığın fəlsəfəsini İbrahim Peyğəmbərin həyatı ilə izah elədi Allah. İzah eləyə bildim, qurbanlıq bir gündür. Amma bu bir gün bir illiyə bərabərdir. Bir günü ona görə qeyd edirik ki, bir gün Allaha qurban ola yaşayaq. Bu bir günün əsas fəlsəfəsi bundan ibarətdir. Vətən üçün bir dəfə hər hansı bir təhlükə yaşanırsa, onun yolunda şəhidlər, gənclər və yaxud da hər kim canlı qurban verirsə, onlar bir dəfə canı ona görə verirlər ki, bizə başa salsınlar ki, vətən yolunda can verə-verə, abırdan keçə-keçə, insan öz istəklərindən keçə-keçə vətənə qurban ola bilir. Keçə bilməsə vətənə qurban ola bilməz. İndi bu bir gün müharibə bitdi, yox. Bugün vətən üçün qurban verməyə o qədər mövzular var ki, bugün vətən üçün qurban verməyə o qədər dəyərlər var ki, insan o dəyərləri müdafiə etdikcə, o dəyərləri qoruduqca, o dəyərlərdə, belə deyək də, təcrübə qazandıqca, əslində hər gün vətəninə qurban ola bilir insan. Hər gün vətəninə qurban ola bilir. Üzr istəyirəm, bir gün qurban olmaq hara? Hər gün qurban olmaq hara. Allahın bizə göstərdiyi əsas məsələ hər gün qurban olmaq yolunu seçməkdir. Hər gün şəhid olmaq yolunu seçməkdir. Ona görə haşiyə içində qeyd edirəm, demişəm məclislərdə, yadımdadır. Əllamə-i Təbətəbayini Allah qəni-qəni rəhmət eləsin. O buyurur ki, hər gün iblislə mübarizə eləyən, nəfsi istəkləri ilə mübarizə eləyən dünyasını dəyişərsə şəhid olar. Əllamə-i Təbətəbayi buyurur. Deyir, və bunun şəhadəti düşmənlə fiziki müharibədə şəhid olanın şəhadətindən daha üstündür. Çünki bu hər gün, hər an mübarizədəydi. O bir gündə canlı verdi qurban. Canlı verdi və şəhid oldu. Deyir, bunun mübarizəsi daha üstündür. Keçək ikinci cümləyə və gələk İmam Sadiq əleyhissalamın həyatına. İmam Sadiq əleyhissalamın həyatının əsas, belə deyək, hissəsi bundan ibarətdir ki, bütün insanlar imamı görüblər necə döyüşkən. Diqqətlə qulaq asın. Elə adamın ürəyi yanır İmam Sadiqə. Və diqqətlə qulaq asın ki, bunun, belə deyək də, kölgəsində, bunun işığında bütün hadisələri diqqət üzdən keçirə biləsiniz. İmam Sadiq əleyhissalamın həyatı ona görə acınacaqlıdır ki, İmam Sadiq əleyhissalamı qəbul edənlər, İmam Sadiqə baxanlar onu kimlə qınayırdılar? Həzrət Əli ilə qınayırdılar. Onu İmam Hüseynlə qınayırdılar. İmam Sadiq əleyhissalama deyirlər ki, sənin baban mücahiddir, amma sən qorxaqsın. Və İmam Sadiqi yandıran buydu. İmam Sadiq əleyhissalamı əziyyətə salan buydu. Bunlar görüblər, Peyğəmbər döyüşüb, Həzrət Əli əleyhissalam o 4 il neçə ay olan müddətdə ancaq döyüşüb demək olar ki, başqa fürsət olmayıb. İmam Həsən əleyhissalam döyüşmək istəyib, qoşun yığıb, mümkün olmayıb. İndi gəlirlər, insanlar cihadı, insanlar mübarizəni bir yönlü başa düşdükləri üçün, bir yönlü anladıqları üçün İmam Sadiq əleyhissalam məzlum olur. Xəbərləri yoxdur ki, İmam Sadiq əleyhissalam elə bir cihad meydanı açıb ki, heç kim artıq onun qabağını ala bilməyəcək. Rabi deyir ki, elə bir
cihada, mübarizəyə başladı ki, İmam Sadiq əleyhissalam ən çətin dövrdə 4000 tələbə yetişdirdi. 4000 tələbə yetişdirdi və İmam Sadiq əleyhissalamın yetişdirdiyi tələbələr də özləri hərəsi bir fəqih idi. Hərəsi bir alim idi. Yəni, adi insanlar deyildilər. İndi gəlir, düşür İmam Sadiq əleyhissalamın zamanına və müəyyən insanlar gəlirlər. O dövrdə necədir məsələ? Elə ürəyim ağrır İmam Sadiq əleyhissalama. Bəzi insanlar var ki, onların ruhlarında o qədər böyük mübarizə qüdrəti var ki, amma digər insanlar başqa nöqtəyə baxdıqları üçün bu insanların mübarizəliyini görə bilmirlər. Bu çox ciddi nöqsandır. İmam Sadiq əleyhissalamın dövründə gəlirlər, bir dəstə yığışır, bunlar artıq İmam Sadiq əleyhissalama baxmırlar. Deyirlər, İmam Sadiq qorxaqdır, İmam Sadiq əleyhissalam, bəziləri deyirlər, İmam Sadiq əleyhissalam bilmirik niyə belə eləyir. Biz qiyam edirik ki, İmam Hüseyin əleyhissalamın düşmənlərini öldürək, İmam Hüseyin əleyhissalamın düşmənləri ilə mübarizə edək, amma İmam Sadiq bizim heç birimizə qoşulmur. İmam Sadiq əleyhissalamı qorxaq adlandırdılar. İmam Sadiq əleyhissalamı süst imam adlandırdılar. Cürbəcür ifadələrlə İmam Sadiq əleyhissalamı üzr istəyirəm. Hələ bu əlini sevənlərdir. Yəni, hələ bu Əhl-i Beytin yolunda özlərini davamçı görənlərdir. Mən hələ düşmənlə işim yoxdur, onu qeyd edəcəm. Bir-bir bunlar hamı gəlirlər İmam Sadiq əleyhissalamı. Çox-çox üzr istəyirəm. İmam Sadiq elə davranırlar ki, elə bir çox aciz bir adamla necə davranmaq olarsa ondan elə davranırlar. O qədər əziyyət çəkir İmam Sadiq əleyhissalam. Artıq məcbur olur. Artıq məcbur olur İmam Sadiq əleyhissalam. Amma imam neynir? İmam baxır, görür ki, bunlar hansı sahələri tutmalıdırlarsa bugün, hansı sahələrdə mücadilə etməlidirlərsə, o sahələrdə yoxdurlar. Ancaq bircə qılınc və qanla başları çıxır, qılınc və qanla məsələni həll eləmək istəyirlər. İmam Sadiq əziyyət çəkir. Və bəlkə bizim zamanımızda da mən xatırlatma eləsəm, işarə biləcəksiniz. Deyirdilər ki, misal olaraq böyük bir alim üçün deyirlər ki, hamını göndərir, bir-bir öldürür, ailələrini qoyur yetim, amma özü isə heç vaxt, heç yerdə, öz evlatları heç yerdə iştirak eləmirlər. Axır məcbur olur, imam burada əziyyət çəkir. Axır məcbur olur bu da, özün də cəmaat kimi canlı qurban versin ki, bilin, mən tam böyük başqa bir məsələ üçün saxlamışam canımı. Bəzən görürsən, insanın ən çətin yeri buradadır. İnsanın cihadı öz canını qorumaq olur. Elə ki, insanın cihadı öz canını qorumağı oldu, o insanın cəmiyyətdə, üzr istəyirəm, ən aşağı adamlar belə onun abrını aparmaqla məşğul olacaqlar. Ən kiçik adamlar belə. İndi burada gəl aid elə ki, burada imamın əsas məqsədi canını qorumaqdır ya yox. İzah edə bilirəm, İmam Sadiqin də dərdi buydu. Və eyni zamanda bizim gördüyümüz böyük şəxsiyyətlərin də dərdlərindən böyüyü buydu. Hansı məsələlərlə imama qarşı, məsum ya qeyri-məsum imama qarşı qaldıra bilirlər? Qorxaqdır, öz şəxsi mənafiyi üçün çalışandır, dünyası üçün çalışandır, insanları qırğına verir, hər hansı bir, belə deyək, hakimiyyəti üçün çalışandır. Cürbəcür bu kimi ifadələrlə və insanlarda bu kimi vəziyyətlərdə tərəddüd yaratmaq, şək yaratmaq daha effektiv olur. Və bu vəziyyətlərdə digər insanlarda, avam insanlarda şək, şübhə yaratmaq daha effektiv olur. Yəni, İmam Hüseyin əleyhissalam Aşura günü şəhid olur. Aşura günü. Və ləzzətlə şəhid olur. İmam Sadiq əleyhissalam hər gün ağrı acı ilə şəhid olur. Təsəvvür edirsiniz. Yəni, İmam Sadiq əleyhissalam hər gün ölür, dirilir. Ona görə qeyd elədim ki, məsələn, xütbənin, məktubun bu yerində Həzrət Əli əleyhissalam buyurur ki, və bunu deyib keçirəm, çox vaxtını tutmayayım. Məktubun bu yerində Həzrət Əli əleyhissalam buyurur ki, oğlum, evladım ki, gənclərə nəsihət verir, öz oğlunun vasitəsilə, çalış qınayanların qınağından qorxmayasan. Heç bir qınayanın, Quran ayəsində və la yəxafunə ləvmətə laim. Onlar qınayanların qınağından qorxmazlar. Bəzi adamlar var ki, elə bizim iştirak etdiyimiz yerdə də Allah seydə bərəkət versin. Bəzi adamlar var ki, o qədər qınarlar. Amma bir adam ki, özünü bir sahədə mütəxəssis görsə, güclü görsə, bacarıqlı görsə, onun cihadı buradadır ki, sahəsini hər danlağın qarşısında qoruyub saxlasın. Onun cihadı buradadır. Qorxmasın mübarizələrdən, yersiz danlaqlardan, yersiz qınaqlardan qorxmasın ki, bu
həmişə əldə olunmayan dəyəri, həmişə ələ çatmayan dəyəri qorumaq olsun. Əks halda qoruya bilməyəcəksən. İmam Sadiq əleyhissalam bütün bu qınaqların qarşısında dayanır. Bütün bu qınaqların qarşısında dayanır, amma Cabir ibn Həyyan kimi şagirdlər yetişdirir. Hişam kimi şagirdlər yetişdirir. Hətta bir gün deyirlər, bir nəfər Şamdan gəldi İmam Sadiq əleyhissalamla bəhs eləməyə. Dedi ki, sənlə bəhs eləmək istəyirəm. Sənlə bəhs eləmək istəyirəm. İmam Sadiq əleyhissalam budur ki, hansı mövzuda? Dedi, imamət mövzusunda. Dedi, necə? Dedi ki, sübut eləyəcəm ki, imamətə ehtiyac yoxdur. İmamətə ehtiyac yoxdur. Dedi ki, bu mənim tələbəmdir Hişam. Dedi, onunla müzakirə elə. Ona qələbə çala bilsən, elə mən İmam Sadiqə qələbə çalmısan. Cihadının üstünlüyünə bax. Elə bir adam yetişdirə bilib ki, deyir, ona qələbə çalsan, İmam Sadiqə qələbə çalmısan. Cihadın üstünlüyünə bax. Mübarizənin üstünlüyünə bax. Bu gəlir, oturur onunla müzakirə eləməyə. Deyir, yox, mən səndən, deyir, yox, onunla, mən sənə təslim oluram da, ona qalib gəlsən, mən sənə təslim oluram. Bu Hişamla oturur danışmağa. Deyir, yaxşı, niyə gəlmirsən? Deyir, gəlmişəm, deyim ki, imamətə ehtiyac yoxdur, imamət yalan mövzudur, Peyğəmbərlə də bitdi məsələ. Vəssalam. Deyir ki, bəs onda nə edəyək? Deyir, Quran bizə bəsdir. Deyir, bircə Quran kifayətdir müsəlmanlara ki, müsəlmanlar bu Quranla düz yola düşsünlər. Deyir ki, İmam Hişam ona ki, İmam Sadiqin bir addımı olur, bu da elə xoş mu gəlib oxuyanda. Hişam deyir ona ki, bu Şamdan gələnə. Şamdan gələn də məlumdur ki, Muaviyyənin zəhərli düşüncələrinin qalığıdır bu gəlib. Gəlib çatıb bura. Hişam deyir ona ki, Quran ixtilaflardan qoruyur adamı. Deyir, bəli, Quran bəsdir, deyir, bəsdir. Deyir, əgər Quran bəs eləsəydi, sən Şamdan gəlib burada mənlə Mədinədə vuruşmazdın. Deməli, Quran bəs eləmir ki, sən gəlmirsən mənlə vuruşmağa. Bu dayanır. Dayanır, İmam Sadiqin burada münasibəti mənim üçün çox maraqlıdır. İmam Sadiq əleyhissalam gülümsəyir. Gülür və baxır o Şamdan gələnə. Deyir ki, cavab ver də. Cavab ver. Bu baxır İmam Sadiq əleyhissalama. Deyir ki, əgər desəm ki, Quran bəsdir, düz deyir. Niyə gəlmişəm bura? Desəm ki, Quran bəs deyil, bunu təsdiqləsəm, onda düz deyir. Görə imam adam imamı qəbul etsin. İmam Sadiq əleyhissalamın imamətinə şəhadət verir və İmam Əhl-i-Beyt əleyhissalamı qəbul edir. İmam Sadiq əleyhissalam bu mübarizə dövründə, siz təsəvvür eləyin, belə deyim sizə, rahat olsun sizin üçün. Siz təsəvvür eləyin, İmam Sadiq əleyhissalam 4000 şagird yetişdirməyib, belə deyək, 4000 şagird yetişdirməyib, indi insanların potensiallarını nəzər alıram. Hesab edin ki, İmam Sadiq əleyhissalamın cihadı bilsin olub, 4000 yox, 2000 hadşahını yetişdirib. İzah eləyə bilirəm sizə. Çünki çətindir. 4000 tələbadır, ancaq tələbadına baxasan məsələyə biraz çətindir. Təsəvvür edin ki, belə adamlar yetişdirib. Yəni, İmam Sadiq əleyhissalamın cihadının, belə deyək də, mübarizəsinin çətinliyinə bax. Bəzi imamlar üçün həyat tərzi digər imamlardan daha çətin olub. Sadəcə Kərbəla məsələmiz mərkəz məsələmizdir deyə imamlar öz çətinliklərinin hamısını qoyublar kənara, danışmayıblar, mərkəzə yönləndiriblər bizi. Bizim mərkəzə çəkiblər. İmam Cavad əleyhissalamın nəinki həyatı, İmam Cavad əleyhissalamın imamətinin qəbul olunması özü çətin olub. Peyğəmbərdən ta İmam Cavad əleyhissalama qədər heç bir imam yetkinlik yaşına çatmamış imam olmayıb. Heç bir imam. Hamı yetkinlik yaşından sonra imam olublar. Amma İmam Cavad hansı yaşda çatır imamətə? İmam Rıza əleyhissalamın məzlumcasına şəhid olması, məzlumcasına zəhərlənib şəhid olması məcbur eləyir zamanı. Allah İmam Cavadı 8 yaşında imamətə çatdırır. İndi gəl 8 yaşında uşaq isbat eləməlidir ki, mən imamam. Gözün nə qədər çətindir. Çünki nə Həzrət Əli 8 yaşında imamətə çatdı, nə İmam Həsən, nə İmam Hüseyin, nə İmam Baqir, nə İmam Zeynül Abidin, nə İmam Sadiq, nə İmam Musa Kazım, nə İmam Rıza. Bu birinci hadisədir. İnsanların da zehnində nə qalır? İnsanlar zehnində qalanla hərəkət edirlər. İmam Sadiq əleyhissalam qalır burada. İmam Sadiq o qədər mehriban imam idi. O qədər mehriban imam idi. Sadəcə bilmirəm nə üçün, əslində bilirəm, uzanmasın deyə məsələ, təqribən bildiyim qədər bilirəm. İmam Rıza əleyhissalamın mehribanlığı aşkar olub, rəufluğu aşkar olub. Eyni zamanda, misal olaraq, İmam Hüseyin əleyhissalamın məzlumiyyəti daha çox aşkar olub.
deyirəm, bəzi şeylər var ki, onlar mərkəz məsələlərdir. Ona görə Əhl-i-Beyt onları aşkara çıxarır. İmam Rıza əleyhissalam özü mərkəz bir məsələdir, mərkəz mövzudur. İmam Rıza əleyhissalamla imaməti ilə keçə bilən 12 imamdır və əməlləri düz olsa cənnət əhlidir. Mərkəzdə dayanır. Ona görə də yeganə imamdır İmam Rıza əleyhissalam ki, haqqında buyurur ki, hər kəs İmam Rıza əleyhissalamı ziyarət eləsə, onun ziyarətinin savabı Kərbəlanın savabına bərabərdir. İmamların içində bir imam haqqında bu cümlə deyilib. Digər imam haqqında yoxdur. Fikir verirsiniz. Çünki bunun rəvfluğu çıxır ortaya. Bunun rəvfluğu çıxmalıdır ortaya. Bunun rəvfluğu aşkar olmalıdır. Mərhəməti aşkar olmalıdır. Bu mərhəməti ilə özünə çəkməlidir insanları, sonra göndərməlidir Kərbəlaya. Mən neçə il bundan öncə İmam Rıza əleyhissalamın hərəmində idim. Allah hamımıza birgə qismət eləsin. Orada bir nəfər qapını döyürdü. Kərbəla istəyirdi. Qapını döyürdü İmam Rıza əleyhissalamın qapısını və oxuyurdu, avazla oxuyurdu. Mən də baxırdım ona uzaqdan. Deyirdi ki, ay İmam Rıza, mən kimi eşitmişəm ki, Kərbəlaya gedib, əvvəl eşitmişəm ki, səni gəlib ziyarət edib, sən Kərbəla məktubunu yazmışsan onun üçün gedib. İndi mən də onlara baxıb gəlmişəm birinci bura, sən bu məktubu yazarsan mənim üçün. İmam Sadiq əleyhissalam da çox mehribandır. Olduqca mehriban imamdır. Gəlir İmam Sadiq əleyhissalam bir zamanda həyat tərzinə gəlir, görürlər ki, qul oturub, siz Allah həyat tərzinə baxın. Qul oturub, İmam Sadiq əleyhissalam işləyir. Xidmətçi oturub, İmam Sadiq əleyhissalam işləyir. Deyirlər ona ki, biz onda qul nə üçündür? Deyir, yox, biz özümüzə daha çox əziyyət veririk, qullarımızdan daha çox əziyyət veririk ki, Allah qarşısında qiyamət günü xəcaləti qalmayaq digər insanların qabağında. Özümüz onların işlərini görürük. Deyir, mən əslində onu götürməmişəm evimə ki, o mənə qulluq eləsin. Mən götürmüşəm evimə ki, imamətimdən faydalansın. Elə işlərini mən görürəm. İmam belə mehribandır. Bir gün xidmətçilərdən birinə tapşırır ki, uşaqları o uca yerə çıxarma, oradan yıxılarlar. Bu qulaq asmır ona. Uşağın ürəyi istəyir, oynamaq istəyir, belə çıxarır onu. Elə yandırır məni bu hadisə. Deyirəm, imam tanınmır da. Çıxarır onu həmin uca yerə və yıxılır, uşaq əzilir, bu əzilməyin nəticəsində qalmır. İmam Sadiq əleyhissalamın evlatlarından olur. Və sonra bu kəniz qaçır evdən. Bu kəniz qaçır, bu uşaq da dünyasını dəyişəndən sonra qaçır. Əhl-i-Beyt adam burada tanısın, bu mərhəmətləri də tanısın onları. Neçə gün İmam Sadiq əleyhissalam qəm-qüssənin içində qərq olur. Deyir, özünə gələ bilmirdi İmam Sadiq. Axı bir gün sahabələrdən biri gəldi, dedi İmam Sadiqə ki, ağa, özünüz bizə demişsiniz ki, bir əzizinizi itirsəz, səbr edin. Nə bu qaçan kəniz başa düşür İmam Sadiqi, nə bu gəlib məsləhət verən başa düşür İmam Sadiqi. Deyir, özünüz buyurmuşsunuz ki, bir əziz dünyasını deyişən səbr edin. Axı, biz səni belə görə bilmirik. Çox səbirsizlik eləyirsən. Deyir, İmam Sadiq dərhal başını qaldırır. Deyir, hansı səbirsizlik eləmişəm? Deyir, dünyasını dəyişib, Allah yanına gedib, günahsız uşaqdır. Biraz səbirli ol. Deyir, elə bilirsən ki, bu neçə gündür mən qəmin içindəyəm, evladıma görə qəmin içindəyəm, o uşağın ölümünə görə qəmdəyəm. Deyir, belə deyil məyər? Deyir, yox. Deyir, mən neçə gündür özümü qınayıram. Özümü ona görə qınayıram ki, görəsən mən İmam Sadiq nə vaxt bu kənizlə qorxulu rəftar qurmuşam ki, o qorxub qaçıb, onun qaçmağı məni yandırır. O yandırır məni, mən ona görə özümü qınayıram. Evladım yadımdan çıxıb. O deyil mənim məsələm. Dəfələrlə götürüb gəlirlər. Bu qorxaq adlandırılan İmam Sadiq əleyhissalam neynir? Bir adam mütləq xatırlayacaq İmam Sadiq əleyhissalam bu hadisəsində. Allah onun ruhunu bizə duaçı eləsin, onun yolu ilə getməyə bizə nəsib eləsin, əziz ustadımızın. Neynədir? Bütün təhqirlərə də üzr istəyirəm sizdən. İp bağlayırdılar İmam Sadiq əleyhissalam, boynuna gətirirlər Mənsur Dəvani sarayına. Təsəvvür edirsiniz. Üzr istəyirəm, alçaldıcı vəziyyətə götürüb gəlirlər. Rəvayət deyir ki, sürüyə götürdülər. Götürdü, gəldi evinin bütün ətrafında od qaladı, evinə od vurdu, yandırdı. Evinə od vurdu İmam Sadiq ilə, Mənsur Dəvani. İmam Sadiq əleyhissalamın evinə od vurdu, ev od tutdu, alışdı. İmam odun içindən çıxdı, dedi, ənə bunu İbrahim Xəlilullah. Mən İbrahim Xəlilullahın evladıyam, od məni yandırmaz.
Dedi, Mənsur Dəbaniyə səhv fikirləşmirsən, o da bizi yandırmaz, biz İbrahimin evladıyıq. Sonra götürüb gəldi onun sarayına. Sarayına götürüb gəldi, üzr istəyirəm, çox alçaldıcı ifadələr işlədirdi İmam Sadiq əleyhissalamla bağlı. İmam Sadiq əleyhissalam orada heç kimin Mənsur Dəbaniyə deyə bilməyəcəyi sözü deyirdi. Heç kimin verə bilmədiyi cavabı verirdi. Bütün təhqirlərinə cavab verirdi. Amma bayırda özünü mücahid kimi görsətmirdi ki, bunun ruhiyyəsindən ruhlanarlar, atarlar özlərini meydana şiyələr, canları heyf olar gedər. Bəzi adamlar var ki, onlar o qədər mücahid olublar ki, heç vaxt özlərini elə göstərməyiblər ki, bunlar üçün bir bəhanə olar, atarlar özlərini meydana və canları heyf olar gedər. Müəyyən bir zaman üçün yaşamalıdırlar. Müəyyən bir zaman üçün, müəyyən bir nailiyyətlər üçün bunlar yaşamalıdırlar. Kərbəla hadisəsi ki, bizə gəlib çatır, Kərbəla hadisəsi İmam Sadiq olmasaydı, deyirlər, xanım Zeynəb olmasaydı, söz düzdür ya. Amma o xanım Zeynəb Kərbəlasını İmam Sadiq əleyhissalam götürüb gəlməsəydi, gəlib çatmayacaqdı bizə. Artıq bütün nə uğurlar yaratmışdılarsa öz aləmlərində, məzhəblər, təriqətlər yaratmışdılarsa, onlar hamısı Kərbəlanı unutturmaq üçün idi. Unutturmaq üçün. İmam Sadiq əleyhissalam bir gün əsa götürürəndən Peyğəmbərin əsası olur. Götürürəndən təbərrükən əsa ilə gəzir. Əbu Hənifə deyir ona ki, bu əsa bu vaxtında, əsa vaxtı deyil axı götürmüş sərvizə, yəni sizin yaşınız o yaş deyil. Sağlamsınız, gəncsiniz. Deyir, yox, bu Peyğəmbərin əsasıdır. Peyğəmbərimizin əsasıdır götürmüşəm mən. Elə keçidir Peyğəmbərin əsasıdır, o düşür yerə, başlayır dizin gəlməyə, əsanı öpməyə. Ki, Peyğəmbərin əlində olub əsa. İmam Sadiq baxır ona, deyir, qalx. Deyir, qalx ayağa. Deyir, bu bir taxtada Peyğəmbərin əlində olub. Amma mən canım Peyğəmbərin canından, qanım Peyğəmbərin qanından, üzümə gülürsən, gedib başqa yerdə dalınca danışırsan, hörmət eləmirsən. Məni qucaqlamaqdansa əsanı qucaqlayırsın. Heç vaxt hörmət eləyə bilməzsiniz. Həmin İmam Sadiq əleyhissalamdır ki, bugün də, dünən də qəbrinə həsrət qalmışıq. Gör neçə illərdir, gör neçə əsrlərdir ki, İmam Sadiq əleyhissalamın insanlar qəbrinə, məzarına həsrət qalıblar. Yəni, təsəvvür edin, Peyğəmbərin ən yaxını olasan, Peyğəmbərin ən əzizi olasan, hacca gedənlər görürlər və yaxud da getməyənlər də bir şəkildən görürlər. Qəbrin üstündə bir neçə daşdan ibarət, başqa bir şey yoxdur. Təsəvvür edirsiniz. Hətta and içirlər ki, İmam Sadiqin qəbri burada yoxdur. And içirlər buna. Allah and olsun. Bir dənə İmam Sadiq əleyhissalamın adını çəkəsən, icazə vermirlər sənə ki, ona yaxınlaşasan. Təsəvvür edirsiniz. 4 imamın qəbridir, eyni zamanda İmam Sadiq əleyhissalamın qəbri. Sonda görürlər ki, heç cür İmam Sadiq əleyhissalamı bacarmırlar. Zəhər içirdirlər İmam Sadiq əleyhissalama. Zəhərlə İmam Sadiqi şəhid edirlər. Amma İmam Sadiq əleyhissalam, İmam Sadiqin həyatı, bütün həyatının əsas hissəsi, hədislərinə baxsınız, bizə kim müjdə verib ki, sizi bağışlayacaqlar. Sizin ürəyinizdə iman var. Allah sizi çox istəyir. İmam Sadiq müjdəni verib. İmam Sadiq buyurur ki, hər kəsin qəlbində, hər kəsə Allah xeyir vermək istəsə, onun qəlbində Hüseynin sevgisini və Hüseynin qəbrinin ziyarətinin sevgisini qoyar. İmam Sadiq əleyhissalam buyurur.